Xoş gördük əziz həmvətənlərim. Bu videoya kim baxırsa, xahiş edirəm videomuza paylaşım edin. Kanalımıza kim abunə olmayıbsa, yuxarıda üstə gəl düyməsini bassın, kanalımıza abunə olsun. Demək məsələ nədir? Bildiyiniz kimi 8 noyabrda Zəfər günü idi. Möhtəşəm bir zəfər paradı keçirildi Azərbaycanda. Azərbaycanın dostlarını sevindirdiyi kimi bu bizim ögey qonşumuz dırnaq arasında İran İslam Respublikasının havadarlarını, qara güruflarını gecə yatıblar, səhər yuxusunda darı görüblər və narahat olublar. Narahatçılığın da səbəbini sosial şəbəkədə anti-təbliğat maşını işə düşüb. Bildiyiniz kimi xəbəriniz olmamış olmaz. Zəfər paradında yeni nəsil İsraildən Azərbaycanın aldığı yeni nəsil silahı göstərilib və bu silahı görən kimi bunlar qorxuya düşüblər. Eşq olsun Azərbaycan dövlətinə, eşq olsun Azərbaycan-İsrail dostluğuna və qardaşlığına.